İran Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 12-nə bazar ertəsi bildirib ki, diplomatik münasibətlərin olmamasına baxmayaraq, Tehran ilə ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi arasında təmas kanalı açıqdır. Müstəqil.az AFP agentliyinə istinadla xəbər verir ki, Nazirliyin sözçüsü İsmail Bəqai Dövlət Televiziyası tərəfindən yayımlanan şərhində bildirib. Xarici İşlər Nazirimiz Abbas Araqçı ilə ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff arasında təmas kanalı açıqdır. O, ABŞ-ın İranda diplomatik iştirakı olmasa da, onun maraqlarının İsveç səfirliyi tərəfindən təmsil olunduğunu qeyd edərək vurğulayıb ki, lazım olduqda informasiya mübadiləsi aparılır. İranın Xarici İşlər Naziri isə 2 həftə davam edən qarşılıqdan sonra təhlükəsizlik qüvvələrinin ölkənin tam nəzarətə saxladığını bildirib. Habelə İsrail və ABŞ-ın yüzlərlə insanın ölümünə səbəb olan ümumxalq etirazlarını qızışdırmaqda ittiham edib. Bununla belə, İranın 31 əyalətindəki 186 şəhərdə nümayişləri izləyən insan haqlarının müdafiəsi fəallarının son məlumatına görə ixtişaşlar zamanı 540-dan çox sakin həlak olub, 10 mindən artıq insan həbs olunub.